Özünüzə yaşamaq üçün ideal ev axtarırsınızsa, tam bu evdə dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun, xoş gördük hamınızı. Binasıl qəsəbəsində asfalt yolu üzərində Mərdəşən şosesindən 8-9 metr məsafədə 4 fəsil yaşamaq üçün möhtəşəm keyfiyyətdə tikilmiş bir ev sizə təqdim edirəm. Evimiz 2 mərtəbədən ibarətdir. Ümumi 3.5 sotda inşa edilib. Həyətimizin ümumi görünüşünü görürsünüz. Kermaqanit daşlardır, avtomatik jauzi qapısı. Həyətdə bütün işlər ağlay və tarsotlardan ibarətdir. Çox keyfiyyətli iş görülüb. Həyətimizdə əlavə olaraq söhbətkar hissəsi var. Və yay mətbəxi kimi də istifadə edə bilərsiniz. Qazı var, moykası var, manqalnisi var və altında dolablar, şkaflar var. Çox keyfiyyətli və onu da qeyd edim ki, evimizin üst hissəsi ağlay daşlardan və kermaqanit daşlardan istifadə olunub. Çox keyfiyyətli tikilib. Həqiqətən möhtəşəm bir evdir. Evimizin arxa hissəsində çöl üçün sanitar qovşağı, kombi evi və əlavə olaraq fanlı piknitka quraşdırılıb. Gördüyünüz kimi sokul daşlar hamısı ağlaydan, bütün evin yan hissələri işlənilib. Çox keyfiyyətli və səliqəli evdir. Yan tərəflərdən çoxlu məsafələr qoyulub hər tərəfdən keçmək üçün və bura çöl üçün sanitar qovşağı, duşu və kombi əlavə olaraq fanlı piknitka qoyulub. Dəyərli izləyicilərimiz, evimiz paket qopçadır, ipoteka tam yararlıdır. Qapını açan kimi asfalt açılır. Çox sakit və prestij bir küçədə yerləşir. Həyətdə yaşamaq üçün yerdə saxlanılıb. Evimiz kürsülü evdir. Və qalxırıq evimizin içinə. Dəyərli izləyicilər. Bura evimizin koridor hissəsidir. Koridora girən kimi sağ hissəmizdə güc yığılıb və pilləkənin alt hissəsində kollektor sistemi yığılıb. Buradan da sizə göstərim. Evimizin avtomat sistemi buradadır. Alt üst bütün avtomatlar qoyulub. Onu da qeyd edin, can güdən qoyulub, can qoruyucu. Təhlükəli məqamlarda çox işə yarayan bir şeydir. Və sizlərə mətbəxi göstərirəm. 20 kvadrat mətbəx və mətbəxlə belə təchiz olunub. Aboylar kətandır. Üstünə kimi açılıb. Çox gözəl. Və onu da qeyd edin, pəncərə qabaları mərmər daşdır. Plus da 12'lik MDF-dir. Bu evdə yalnız əşyanızı götürüb yaşaya biləcəyiniz bir evdir. Evimiz ümumilikdə birinci mərtəbəmiz istipoldan ibarətdir və yer kermaqanit daşdır. Daxil oluruq qonaq otağına. Qonaq otağı 37 kvadratdır. Çox genişdir. Ürək açan və fərah. Panorama pəncərəsi var içərisində. Və qəşəng gözəl TV istinət yığılıb. Stabil modellərdən deyil. Hamı yığan bir şey deyil. Fərqli bir modeldir. Altında dolab var. Və evdə onu da qeyd edim ki, içəridə 3 sanitar qovşağı var. Bura birinci mərtəbə üçün sanitar qovşağımız. Mercdən duş kabin yığılıb, şurkası, moykası, bütün hamısı keyfiyyətlidir. Duşuna kimi. Tavan da daxma tavandır. Və qalxırıq ikinci mərtəbəmizə. Pilləkənlər rənglənib. Təbii ağacdandır. Ev çox işıqlı bir əfsan evdir. Ara kəsə maraq betondur. İkinci mərtəbə laminatdan döşənilib. Və başlayaq birinci yataq otağından. 3 yataq otağından ibarət edirik. Bura birinci yataq otağı. Burada həyətdə böyük bir pəncərəsi var. Panorama. Böyle tərəf qoyulub. Bura. İkinci böyük yataq otağı. Aboylar kətandır, çılçaqlar asılıb. Qapılar çox keyfiyyətli qapılardır. Rozet dəstəyi, bağlı onluq qapılardır. Və yuxarı mərtəbə üçün ümumi sanitar qovşağı, tam aksesuar təchiz olunub. Tavanı daxma tavandır. Laminat EC firmasındandır və nəmət dözümlüdür. Bura sonuncu üçüncü yataq otağımız. Bu otağın özelliği ondan ibarət ki, daxildə özünə məxsus sanitar qovşağı yerləşir. Çox keyfiyyətlidir və ən sonda sizlərə balkon hissəni göstərib. Evet, buradan göstərib, qəşəng mini balkonu var. Dəyərli izləyicilərimiz, evimiz yerləşir Binaqçıl qəsəbəsində, magistral yol üzərində yerləşir, ana yol üzərindədir. Mərdəşən şosesində 1 kilometr, bəlkə də 800 metr olar. Ümumi qiymətimiz 240 min manat start qiymətli, ipoteka tam yararlıdır. Əlavə suallar üçün nömrəmizi qeyd edəcəyik. Sağ olun, sağlıqla qalın.